Bir neçə gündür ki, bazarlara təzə kartof, soğan gətirilib. Adətən yeni məhsulun piştaxtalara çıxması ilə qiymətlər ucuzlaşsa da, bu dəfə belə olmadı. Alıcılar yeni məhsulla yanaşı ötən ildən qalan kartof və soğanın bahalaşdığını deyirlər. Əsasən bahalaşma soğandadır. 20 qəpik, 30 qəpik belə. 20 qəpik, 30 qəpik kartofda bahalaşma var. Bahadır, çox bahadır. Kartof almışam. 1.80-da da. Bu qabaq nə 90 qəpik idi, 80 indi. Heç yanımızda istədim yanımızda alım 2.50-yədir. Köhnə kartoflarda var artım, ancaq təzədə indi təzə ondan da bahadır, söz yox. Neçə almısınız? Daha nə bilim vallahi 2 manata belə. Nə almısınız olan? Gedəbək kartofu. Nə təzə? Köhnə. Soğan 1.30-a, 1.20-yə indi aldım bu təzə soğanla. Satıcılar deyir ki, yerli məhsulla yanaşı xaricdən də kifayət qədər tərəvəz gətirilir. Əsas tələbat isə Tovuz, Gədəbəy, Şəmkir və Cəllabad kartofuna və Ağdam soğanladır. Cəllabad karşkolarının təzələri gəlir hardasa 1 manat 50 qəpiyə, 1 manat 60 qəpiyə. Bu qarşkolar hər ikisi Telman sort deyilən təzə qarşko, Şəmkirindir, Sabi kənddən gəlir. O isə yüyülməyənlərdir. Bunlar bizim satış qiymətimiz 3 manatdır, gəliş qiyməti 2 manat 80 qəpikdir, opta boyu. Gədəbəy qarşkoları 2.30-a, 2.10-a, 1.80-da gəlir. Təzə soğanlar indi biraz qiymətlər düşüb. Arıza 1.10-a, 1.20-yə, 1.50-yə də var yaxşılar seçmələri. Satıcıların sözlərinə görə təzə kartofun qiymətinin baha olması hava şəraitinin məhsuldarlığa vurduğu zərərlə əlaqədardır. Köhnə kartof və soğanın qiymətinin baha olması isə təzə məhsulların tam yetişməməsi və tələbatı qarşılamaması ilə bağlıdır. Kartofun kilosu neçədir? 1 manat 50 qəpik, 1.20-yə, 1.30-a, 1.40-a hər qiymətə kartof var. Hardan gətirilir? Yəni Tovuz var, Qusar var, Şəmkir var. Soğan neçədir? 1.30-a, 1.20-yə, yəni 1.10-a hər qiymətə var. Qiymət fərqinin olmasının səbəbi nədir? Təzə çıxır da, yeni ona görə qiymətlər ucuzlaşır. Belə götürəndə Gədəbəy qarşıqasının strendisi 1 manat 80 qəpik, köhnəsi 2.20-2.30, bu da ki Gürcüstan qarşıqasıdır, 1.30-dan 1.80-a qədər. Satıcılar həmçinin bahalığa görə bazarda satışın zəif olduğunu və yaxın 2 həftə ərzində isə kartof və soğanın qiymətinin təxminən 50%-ə qədər ucuzlaşacağını deyirlər. Aylin Rəsulzadə, Əli Cəfərov, Cabbar Qaryağdıoğlu, Xəbər Ertəsi.